İslam Azəri'nin Kim Kimdir rubrikası təqdim edir. Bugün 7-ci İmam Musa Kazım barəsində danışacağıq. Allahın ona salamı olsun. O həzrət Hicri qəməri təqvimi ilə 128-ci il Səfər ayının 7-sində Məkkə və Mədinə şəhərləri arasında yerləşən Əl-Əbva adlı məntəqədə dünyaya gəlib. O həzrətin imamət dövrü 35 il davam edib. İmamətinin 23 ilindən çoxu Abbasi Harun Ər-Rəşidin dövrünə düşüb. Zalım Əməvilər dövründə olduğu kimi Abbasi hakimiyyəti illərində də İmam Musa Kazım təqiblər və zülmlərə məruz qalıb. Peyğəmbər xilafətini qəsb etmiş zülmkar Harun xalqın imamı olan rəğbətindən xəbərdar idi. Möminlərin öz xums və zəkatlarını o həzrətə təqdim etdiyini bilirdi və imamın nüfuzunun daha da artaraq o həzrətin qüdrət sahibinə çevrilməsindən qorxurdu. Zalım xilafət törətdiyi bütün zülm, işgəncə və təqiblərə baxmayaraq imamın haqq sədasını boğa bilmirdi. Elə buna görə də zalım Harun imamı həbs etdirmək göstərişini verərək o həzrəti 10 ilə yaxın olduqca ağır və dözülməz şəraitdə zindanlarda saxlatdırmışdı. Bununla belə imam zindanda keçirdiyi dövrdə də öz yüksək əxlaqı, mənəviyyatı və ali imanı ilə zindandakılara, o cümlədən də zindanbanlara misilsiz təsir göstərib. Nəhayət, zülmkar Harun hicrətin 183-cü ili Rəcəb ayının 25-də 55 yaşlı imamı zindanda zəhərlətdirir. O həzrətin şəhadətindən sonra Bağdadda etirazlar başlayıb. İmamın mübarək məzarı İraqın Kazımen şəhərində yerləşir və hər il 10 milyonlarla zəvvar tərəfindən ziyarət edilir. Üzləşdiyi çətinliklər və zülmlərə baxmayaraq qəzəbini ram etdiyi üçün o həzrətə Kazım deyə xitab olunurdu. İmamın məşhur ləqəblərindən biri də Hacətlər qapısı mənasını verən Bab-əl-Həvaicdir. İmam cismən arıq olsa da fiziki cəhətdən çox güclü idi. Səxavəti ilə ad qazanmış imam cismi azadlıqda olduğu illər ərzində ehtiyaclı təbəqənin qayğısına qalar, gecələr gizli şəkildə çiyinlərində daşıdığı ərzaq payını onlara çatdırardı. İmam məişətini təmin etmək üçün öz xüsusi tarlasında zəhmət çəkərdi. O həzrət İmam Cəfər-i Sadiqin oğlu İmam Rızanın isə atasıdır. Allahın onlara salamı olsun. İmamın anasının adı Həmidə xanım olub. O həzrətin 37 övladı olub. O həzrətin bəzi övladları, xüsusilə də xanım Rəhimə və xanım Həkimə Abbasi zülmündən xilas olmaq üçün Bakıya köçmüşdülər. Allah bizləri o həzrətin şəfaətindən binəsib etməsin.